Hər vaxtınız xeyir olsun, Reala baxırsınız. Biz hazırda Nərimanov rayonunun Arif Heydərov küçəsindəyik. Bildiyiniz kimi dünəndən başlayan intensiv yağış hələ davam etməkdədir və hazırda fasiləsiz olaraq yağış yağmaqda davam edir və Bakı ətrafında, Bakı və Abşeron yarımadasında yağışın fəsadları üzə çıxdı. Hazırda da dayandığımız küçədə yağışın toplandığını görürük və bu səbəbdən Dövlət Su Ehtiyatları Agentliyi gücləndirilmiş iş yerində çalışır və hazırda da əməkdaşlar burada suyun kanallaşdırılması prosesini icra edirlər və istərdim ki, bu haqda daha ətraflı məlumatı bizə Nərimanov rayon Su Kanal İdarəsinin icraçısı, yəni iş icraçısı Nofəl Əliyev məlumat versin. Buyurun Nofəl müəllim, necə gedir burada işlər? Hal-hazırda Nərimanov rayonu Su Kanal İdarəsi tərəfindən Arif Heydərov küçəsində profilaktik işlər aparılır. Demək, kanalizasiya xəttində hal-hazırda yuyulma işləri aparılır maşın tərəfindən, kol maşınları tərəfindən. Bəzi yerlərdə yağıntının normadan artıq düşməsi ilə əlaqədar bəzi yerlərdə su yığılır, o da briqadalar tərəfindən aradan qaldırılır. Demək olar ki, o qədər də hiss olunmur ki, Nərimanov rayonunda bəzi su yığılma yerləri, briqadalar tam düzləndirilmiş şəkildə aradan qaldırırlar işləri. Gördüyümüz kimi maşınla yuyulur hal-hazırda. Yenə baxmayaraq profilaktik işlər aparılır ki, sonra yağan yağışlar fəsadlar törətməsin. Bütün fəsadlar aradan qaldırılır. Yəni hal-hazırda o qədər də güclü su yığılma yerləri müşahidə olunmur. Bəs bu ərazidə, yəni Nərimanov ərazisində başqa hardasa işlər davam edəcəkmi, proses olacaq? Bəli, bütün demək yerlərdə, bütün küçələrdə ki, harada ki su yığılan yerlər var, orada briqadalar tərəfindən həmən qəzalar aradan qaldırılır. Bu demək olar ki, normadan artıq düşən yağıntıdır. Yenə baxmayaraq qarşısı alınır. Çox sağ olun Nofəl müəllim. Qeyd edim ki, mənim müsahibim Nərimanov rayon Su Kanal İdarəsinin iş icraçısı Nofəl Əliyev idi. O bizə burada görülən işlərlə bağlı məlumatları verdi. Ən son məlumatları bizdən öyrənmək üçün Realı izləməyə davam edin.